Osimhen olmasaydı Galatasaray üçün gecə çox pis bitə bilərdi. UEFA Çempionlar Liqasının play-off mərhələsində ilk oyunda Galatasaray öz meydanında Juventus üzərində 5-2 hesabı ilə qələbə qazandı. Dünən gecə keçirilən cavab oyununda isə ilk oyunda olduğu kimi Juventus yenə oyun gedişatında 10 nəfərlə qaldı. Buna baxmayaraq İtaliya təmsilçisi əsas vaxtda 3-0 hesabı ilə qalib gəldi və oyun əlavə vaxta getdi. 90 dəqiqə ərzində Osimhen istədiyi imkanları tapa bilmədi və komanda yoldaşları ona kifayət qədər şərait yaratmamasına görə narazı idi. Lakin əlavə vaxtda ulduz hücumçu əlinə düşən fürsəti dəyərləndirdi və vacib qola imza atdı. Bundan başqa əlavə vaxtda Barış Alper də komandasının ikinci qolunu vurdu. İki oyunun ümumi nəticəsinə görə Galatasaray 7-5 hesabı ilə qalib gəldi və Çempionlar Liqasının 8-1 final mərhələsinə vəsiqə qazandı.